Kim bu hərbi təcavüzün günahkarıdır? Bu günləri deyilir ki, Yazov, Kriçkov, Bakatin. Bəli, biz buna əlavə edirik Bakatini, Girenkanı, Gorbaçovu, Girenkanı, Primakovu. Sonra bəs Azərbaycan rəhbərliyindən kimdir günahkarlar? Bəli, bu şəxslər də məlumdur. Vəzirov, Qafarova, Mütəllibov və Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin başqa üzvləri. Əgər başqa adamlar da günahkardırsa aydınlaşdırmaq lazımdır. Bunlar aydınlaşmayana qədər, əgər başqa qüvvələr də günahkardırlarsa, o demokratik qüvvələr, halk cəbhəsi, onlara da siyasi qiymət vermək lazımdır. Bunları aydınlaşdırmaya qədər Azərbaycanda siyasi sabitliyi əldə etmək olmaz.